Naxçıvan Muxtar Respublikası hər tərəfli inkişaf edir. 17-ci dəfədir ki, mən prezident kimi Naxçıvana səfər edirəm və hər səfərimin də böyük mənası və gözəl nəticələri var. Bu illər ərzində bir çox önəmli layihələr icra edildi. Naxçıvanın ümumi inkişafı təmin edildi. Bütün bu bizim görülən işlərin təməlində bizim milli kimliyimiz dayanır, milli ruhumuz dayanır, mədəniyyətimiz, dilimiz, ədəbiyyatımız, tariximiz və Azərbaycan xalqı xoşbəxt xalqdır. Biz fəxr edə bilərik tariximizlə, mədəniyyətimizlə, görkəmli şəxsiyyətlərimizlə. Naxçıvan eyni zamanda Azərbaycana bir çox görkəmli şəxsiyyətlər bəxş edib. Naxçıvan Azərbaycan xalqına dahi şəxsiyyət Heydər Əliyev kimi ulu öndər bəxş edib. Salam əskər! Bu bölgənin zəngin tarixi, bu bölgədə yaşayan insanların mərdliyi, doğma vətənə bağlılığı və eyni zamanda Naxçıvanın strateji yerləşməsi təkcə Azərbaycan üçün deyil, halbuki birinci növbədə Azərbaycan üçün. Bugün böyük coğrafiya üçün Naxçıvanın imkanları və yerləşməsi və burada icra olunan və olunacaq layihələr böyük əhəmiyyət kəsb edir.